Bax 14.30 buradır. Belə. O da balaca toğlasıdır o tərəfdə. Qabın darvazasıdır. Arxadan da çəkeyim. Lazım olan aidiyyəti orqana mən buradan onu demək istəyirəm ki, hörmətli prezidentimizə can sağlığı arzulayıram. Birinci ulu öndərimizə Allahdan rəhmət diləyirəm. Ulu öndərimiz Heydar Əliyev cənablarına Allahdan qəni rəhmət diləyirəm. Prezidentimizə can sağlığı arzulayıram. Qaşqın Komitəsinin sədri Rövşən Özayev cənablarına minnətdarlığımı bildirirəm, can sağlığı arzulayıram. Və eləcə də Vüsal müəllimə can sağlığı arzulayıram ki, məni bu vətən İskəndində evlə təmin elədilər yaxın bir müddətdə. Allah'tan şəhidlərimizə rəhmət diləyirəm. Prezidentimizə can sağlığı arzulayıram. Qazilərimizə can sağlığı arzulayıram. Məni burada Həsən İskəndində evlə təmin elədikləri üçün hər birinə öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Həyəcandan biraz da danışığımı itirmişəm, üzr hesab eləyim. Və Vüsal Kəlbəcərliyə öz minnətdarlığımı bildirirəm ən sonda. Sağ olsun. Bizi o acınacaqlı vəziyyətdən tez bir zamanda çıxartdırdı. 3 günün, 4 günün ərzində bizə müraciət elədi, ev verdirdi. Mən bir daha hər birinə öz təşəkkürümü, minnətdarlığımı bildirirəm, başda prezidentimiz olmaqla. Rövşən Rzayev cənablarına da təşəkkürümü, minnətdarlığımı bildirirəm. Sağ olsunlar.